Tez-tez xəstələnirsinizsə, soyuq dəymə və qrip sizdən əl çəkmirsə, bu zaman D vitamini analizi verin. Bəli, bədənimizdə D vitamini çatışmayan zaman orqanizm virus və bakteriyalara qarşı mübarizə apara bilmir. D vitamini ümumiyyətlə immunitetimizin açarıdır. Bu vitamin bədəndə azalan zaman immun sistemimiz aşağı düşür. Məsələn, insan tez-tez xəstələnir. İnfeksion xəstəliklərdən, bronxit, pnevmoniya yaxud da ki qripdən daha gec sağalır. Yəni bir növ silahsız qalmış əsgər kimi bədənimiz də özünü müdafiə edə bilmir. Əgər sizdə tez-tez xəstələnirsinizsə, bu zaman D vitamini analizi verin. Nəticə 30 nanoqramdan aşağı olarsa, bu zaman həkim və əczaçıların tövsiyəsi ilə Multizan D3 50 min vahid tabletindən istifadə edə bilərsiniz. Müalicə müddəti isə 8 həftədir. Həftədə bir dəfə səhər yeməyindən sonra bir tablet qəbul etməyiniz kifayət edir. Özəlliklə öd kisəsində, mədə və bağırsağında problemi olan şəxslər üçün bu vitamin daha uyğundur. Çünki digər yağlı D vitaminlərindən fərqli olaraq Multizan D3 rahat şəkildə həzm olunur və qoxusu yoxdur. Müalicə kursu bitdikdən sonra isə D vitamini dayandırmayın. Çünki bədəninizdə D vitamini kəskin şəkildə aşağı düşə bilər. Bu zaman isə siz Multizan D3-ün 10 min vahid olan tabletlərindən istifadə edə bilərsiniz. Bu vitaminin də istifadəsi həftədə bir dəfə səhər yeməyindən sonradır. İngiltərə istehsalı olan Multizan D3 vitaminlərini həkim və əczaçıların tövsiyəsi ilə bütün apteklərdən əldə edə bilərsiniz.